Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər və müəllim olmaq istəyənlər, MİQ və sertifikasiya imtahanına hazırlaşmaq istəyənlər. Ekranda görmüş olduğunuz nömrə ilə əlaqə saxlayaraq sizlər də uğura gedən yolda bizə qoşula bilərsiniz. Keçək suallara. Birinci sualımız. Futbol oyunu zamanı qayda pozuntularına görə neçə xəbərdarlıq aldıqdan sonra oyunçu meydandan qovulur? Ümumiyyətlə, hər bir oyunun qaydaları olduğuna görə və qaydaların cəzaları olduğuna görə futbol oyununda da hakimlərin oyunculara xəbərdarlıq etmək üçün 3 variantdan birini əl atırlar. Bu, biri şifahi xəbərdarlıqdır, ikinci sarı kartdır, üçüncü isə qırmızı kartdır. Əgər futbol oyunu zamanı hər hansısa bir yüngül bir hadisə baş verərsə, hakim oyuncuya yalnızca şifahi xəbərdarlıqla kifayətlənir. Yox, kobudluğun dərəcəsi bir balaca aşılarsa və kontaktlı və ya kontaktsız fərq etməz. Yəni bu çünki hakimin verəcəyi qərardan asılıdır. Çünki kontaktsız ola bilər ki, əl işarəsindən hakimə rəqibə sarı kart göstərməsini tələb etsin. Yəni sırf kontaktı nəzərinizdə saxlamayın. Deməli, hər hansısa bir, yəni kobudluq dərəcəsi artmış olduğu təqdirdə bu zaman hakim oyuncuya sarı kart təqdim eləyə bilər. Və həmin oyuncu eyni kobudluğu ikinci səfər, eyni tempdə, yəni davam eləyərsə, artıq ikinci sarını aldıqdan sonra meydançanı tərk eləyir. Yəni, 2 sarı kart alan oyuncuya avtomatik hakim qırmızı kart da təqdim eləyir. Yəni, bu zaman hakim artıq 2 sarı kartdan sonra qırmızı kart təqdim eləyərək oyunçunu meydançadan kənarlaşdırır. Növbəti sualımız hərəki qabiliyyətlərlə bağlıdır və baxaq görək yazılmış bu layihə hansı hərəki qabiliyyəti inkişaf etdirir. Müxtəlif istiqamətlərə sağa, sola, irəliyə, arxaya sürətli yer dəyişmələr və hər hansı texniki elementin imitasiya olunması zamanı hansı hərəki qabiliyyəti inkişaf etdirir? Burada biz yadımıza salmalıyıq ki, sürət hərəki qabiliyyətinin inkişaf etdirilməsi. Yəni, müxtəlif istiqamətlərə sağa, sola, irəliyə, arxaya sürətli yer dəyişmələr. Əgər bizdə cümlə bu cür başlayır və yer dəyişmələrdən sonra isə texniki elementlərin imitasiya olunması zamanı, baxın, imitasiya olunması zamanı hansı hər iki qabiliyyət inkişaf edir deyirsə, avtomatik biz burada seçirik A variantı, sürət hərəki qabiliyyətini. Növbəti sualımız. Bu da hərəki qabiliyyətlərlə bağlıdır. Lakin bu sualımız konkret qüvvə hərəki qabiliyyəti ilə bağlıdır. Biz buna həm də əzələ qüvvəsinin təzahür rejimləri də deyirik. Biz demək ümumiyyətlə bu beləsinədir. Əzələ qüvvəsinin izometrik rejiminə aiddir. Sualımız budur. İzometrik rejimi həm də ki biz nədir onu birinci bilməliyik. Düzdürmü? Deməli, əzələ qüvvəsinin izometrik rejimini tapmalıyıq. Əzələ uzunluğunun və gərginliyinin dəyişməsi. Baxın, uzunluğunun və gərginliyinin dəyişməsi. Biz bunu seçə bilərik? Xeyr. Yəni, bizim sualımızın cavabı bu deyil. Baxırıq variant B-yə. Əzələlərin uzunluğunun dəyişməməsi, misal üçün, irəliyə uzadılmış qollarda qantellərin saxlanılması. Bəli, bizim sualımızın cavabı budur. Gəlin, bəs ikinciyə baxaq görək. C və D variantlarına, sonda isə Y variantına baxaq görək. Onlar nə deyir? Yəni, düzgün variantı tapmışıq. Tamam, amma digərlərinə baxaq görək nədir? Həm də ki, məlumat əldə eləmiş olaq. Əzəllərin açılması, palometrik rejim, misal üçün, ştanga çiyinlərində oturmaq. Əzəllərin yığılması, miometrik rejim, misal üçün, ştanga ilə qolların bükülüb açılması hərəkətini etmək. Baxın, müəllimlər, deməli, pliometrik rejim, bir də miometrik rejim nədir? Pliometrik rejim, biz avtomatik yazımıza salmalıyıq ki, güzəşt edici rejimdir. Miometrik rejim isə dəf edici rejimdir. Yəni, bunların deməli, izometrik rejimdən heç bir əlaqəsi yoxdur. Lakin əzələ qüvvəsinin təzahür rejiminə baxdıqda miometrik rejim
Deməli, oldu bizdə dəf edici rejim. Plyometrik rejim isə olur bizdə güzəşt edici və sondakı isə gimnastik halqalara qüvvə ilə qalxıb dayaqda, yəni baxın, xaç kimi saxlamaq. Məsələn, idmançı tutalım, bu halqadır, yəni belə çəkək, gimnastik halqaya qalxdı və burada gimnast artıq qolunun birini bura uzatdı, birini bura və daha doğrusu daha geniş uzadır da. Yəni bu cürünə uzadıb saxlamır. Daha geniş gəlin bunu göstərək. Deməli, bizə saniyə. Baxın, idmançı qollarını daha geniş göstərir artıq burada. Yəni xaç vəziyyətini alır. Baxın, bu artıq olur qarışıq rejim. Aydın oldu mu? Qarışıq rejim. Bir də əlavə olaraq deyək ki, qüvvə qabiliyyətinin növləri 4 dənədir. Təzahür rejimləri də 4-dür, növləri də 4. Təzahür rejimləri hansılarını saydıq? Dəf edici rejim, həm də ki miometrik rejim. Baxın, dəf edici rejim, həm də ki miometrik rejim. Yəni bu rejim nədir? Qolların bükülüb açılması. Sonra güzəşt edici rejim, yəni plyometrik rejim. Bu rejim isə ştanga çiyinlərində oturub qalxma. Buna Stuart da deyirlər. Yəni idmançılar görürsünüz, qantel ştanga çiyinlərində oturub qalxma da deyil, oturub qalxırlar. Yəni squat, yəni squat deyirlər daha çox. Yəni bu rejim onu göstərir. Xaç rejimi isə yəni qarışıq rejim adlanır. 4-ündə sayılır. Növlərinə gəldikdə isə əzələ qabiliyyətinin növləri bunlar da 4 dənədir. Birincisi məxsusi qüvvə, sürət qüvvəsi, qüvvə dözümlüyü və elastiklik qüvvəsi. Və bunların içərisində 2 dənəsi var ki, ayrıcalıqda 2 yerə bölünür. Başdan başlası olsaq, məxsusi qüvvəni bölürük 2 yerə. Deməli, mütləq qüvvə və nisbi qüvvə bu məxsusi qüvvəyə aiddir. Daha sonra isə sürət qüvvəsinə aiddir. Buna baxın, çox adam deyir ki, bu nədir axı partlayış qüvvəsi? Partlayış qüvvəsi olur sürət qüvvəsində. Yəni sürət qüvvəsində yəni ani bir partlama yaşayaraq idmançı ki, finiş xəttinə çata-çatdı ki, nəyisə tam icra eləmək istəyir. Bax, bu odur. Yəni partlayış qüvvəsi yaşayır. Yəni hər hansı bir şey tezbaza cəld bitirməyə çalışır. Ancaq yəni o finiş xəttini keçməksə, burada ona nə kömək olur o qaçış zamanı? Partlayış qüvvəsi. Daha sonra isə qüvvə dözümlüyünü özünü bölür 2 yerə. Statik və dinamik. Statik bilir ki, stabil, yəni sabit, dəyişməyən formada olan vəziyyətdir. Dinamik isə hərəkətdə olan. Ən sonunda isə gəldi elastiklik qüvvəsinə. Bu da deformasiyadır. Yəni elastiklik qüvvəsində isə deyirik deformasiya. İndi mən tam yaza bilməyəcəm. Yəni deformasiya. Aydın oldu. Bugünlük dərsimiz bu qədər. Yəni sualların izahına baxdıq. Növbəti əgər kiminsə nəsə maraqlandıran bir test sualı olarsa, WhatsApp nömrəmi qeyd etmişəm. 070 383 79 73. WhatsAppda mənimlə əlaqə saxlayıb suallarını yönləndirib cavab ala bilərlər. Dərslərimizə qoşulmaq üçün də yenidən eyni bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm.